Salam, axşamınız xeyir. Efirdə xəbərlər informasiya proqramıdır. Sizinlə mən Turac İbrahimovayam. Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Kvemokartli dövlət nümayəndəsi Levan Xarabadze və Sakrebulunun sədri Amiran Georgadze ilə birlikdə Lağidze və Borçalı küçələrində həyata keçirilən layihələrə baxış keçirib. Marneuli Bələdiyyə merinin birinci müavini Roin Dekanodze də layihələrin gedişi ilə tanış olub. Onun sözlərinə görə layihələr dövlət büdcəsi hesabına maliyyələşdirilir və onların ümumi dəyəri 1 milyon laridən çoxdur. Marneuli şəhərində Alget çayı üzərindəki inşası davam edən körpülərə baş çəkdik. Daha dəqiq desək, Lağidze küçəsində yerləşən körpü sıradan çıxmışdı. Sahil bərkitmə işləri aparıldı. Borçalı küçəsində Alget körpüsü yenidən inşa olunur. Şəhər kənarı küçə salınıb və biz Alget çayı üzərindən avtomobil körpüsü saldıq. Bu il İslam aləmi Qurban bayramını iyun ayının 6-sında qeyd edəcək. Bu bayram İslamda ən mühüm bayramlardan biridir. Hicri qəməri təqviminin 9-cu ayının sonunda qeyd olunur. O, həcc ziyarətinin tamamlanmasını və İbrahim Peyğəmbərin Allaha itayətini simvolizə edir. Bayram günü bayram namazı qılınır, qurban kəsilir, ailə üzvləri və yaxınlar ziyarət olunur. Ehtiyat sahiblərinə yardım edilərək bayram təbrikləri də, dualar da oxunur. Qarşıdan gələn Qurban Bayramı münasibətindən bütün dünya müsəlmanlarını və ölkədə yaşayan müsəlmanları səmimi qəlbdən təbrik edirəm. Allah inşallah kəsdikləri qurbanı öz dərgahında ali dərəcədə qəbul eləsin. Qurban əsas hədəfi budur ki, yəni insan inancı uğrunda, tohidin uğrunda lazım gəlsə öz evladından belə keçməlidir. Həzrət İbrahim əleyhissalamın İsmaili qurban gaha aparmağının əsas məqsədi bu idi ki, Allah onu imtihan edirdi. Amma Allah onun imtihanından üzü ağ çıxartdı, bir qoç yolladı. Və o gündən bu günə bu bayram təntənəli şəkildə qeyd olunur. Tövsiyəm budur ki, müsəlmanlara əgər imkanları varsa da şəxsi və ya bir neçə nəfər birləşib iri buynuzlu, xırda buynuzlu, heyvan, kəsif, fəqir insanlara, ehtiyaclı insanlara versələr, savabı daha çoxdur. Əslində bu qurbanı burada kəsmək hökm vacib deyil. O Məkkədə olan hacılara aiddir. Burada da sünnətdir, müstəhəbdir. Kimin əgər imkanı varsa da gözəl bir adətdir. Əgər kəsə bilsə, kəssin. Əgər kəsməyə imkanı yoxsa da eləyə bilər, məsələn, 100 layirlik ət alıb bir nəfər ehtiyac sahiyə versin, onda savabı var. Marneuli Bələdiyyəsinin Zereteli kənd məktəbində vətəndaş təhsili dərsində şagirdlərin tamamladığı layihələr müzakirə olunub. Hazır layihələrdən fən müəllimi dövlətin əhəmiyyəti mövzusunu xüsusi vurğuladı. O bildirdi ki, şagirdlərin dövlət strukturlarının funksiyaları haqqında məlumat sahibi olması zəruridir. Sözə gedən layihələr sağlam həyat tərzinin tətbiqinə, mühitin mühafizəsi və təhlükəsizliyə, yol hərəkət qaydaların öyrənilməsinə, mühitin qorunmasında cəmiyyətin roluna həsr olunub. Unikal mövzular hazırlayıblar. Hansı peşəyə sahib olmaq istədiklərini də dilə gətirdilər. Son günlər keçirilən istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz odlu silah və döyüş sursatı götürülüb. Bununla bağlı 10 nəfər həbs edilib. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin şəxsi, yaşayış evləri və nəqliyyat vasitələrinə baxış keçirdikdən sonra maddi sübut kimi müxtəlif növ odlu silah və döyüş sursatı götürüblər. Cinayət 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Və salam, hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.